Burada Tural kiçik bir toxunuşla kebabı yanmaqdan qurtarır. Elə bu əsnada qoyun və keçlərdən ibarət böyük bir sürü yanımızdan keçir. Görüntüləri çox möhtəşəmdir. Kebablarımız artıq hazırdır. Burada kiçik bir kebab şousu və süfrə hazırlama prosesimiz başladı. Süfrədə tək deyildik, milçəklərdə ara sıra qonağımız oldu, ancaq heç bir problemi yoxdur. Pomidor kebablarımız da artıq hazırdır və beləcə süfrə hazırlama prosesimiz yekunlaşdı. Abi təbiət qoyunda olanda Toy. soyuq silahlar yanınızda olmalıdır. Burada kiçik bir tövsiyə verirəm və bu gözəl mənzərə bərabərində artıq süfrəyə əyləşməyə başlayırıq. Bilmiyorum hala pişməyimiz. Bəli, bəli. Birazdan bizə lazım deyil, baxmasın başqa. O bizə lazım deyil abi. Süfrəyə yenicə əyləşmişdik ki, sürü yenidən kamp ərazimizə gəldi. Növbəti videoda çox maraqlı görüntülər olacaq. Qonaqlarımız var.